burada sınıq pilləkən olacaq, indi növbəti suallarda. Gəlin baxaq. Döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya 2 pillə qalxır. 4-cü pillənin sınıq olması onun üzərinə çıxmaq mümkünsüz edir. 10-cu pilləyə çatmağın neçə variantı var? Bayaqkına çox oxşuyur. Yenə eyni formada cədvəl qururuq. Sadəcə orada 4-cü pillənin üstünə xətt çəkəcəyik, yox olacaq. Onda deyək ki, 9 pillə çəkmək lazımdır. O düzgün deyil. 10 pillə qoyuruq. 4-cü pillənin üstünə xətt çəkirik. Oradan tullanacaq elə bil ki. 6, 7, 8, 9, 10. 4-cü pilləkənin sınıq olması. 4-cü pilləkən yoxdur. Belə qəbul edirik. Pillələrin sayı, variantların sayı. Burada lazım olsa burada işləyəcəyik. Əvvəlcə gedək sayaq. Onda belə çıxır ki, 4-cü pilləkən sınıqdırsa, burada döşəmədən 3-cü pilləkənə kimi çıxmağın neçə mümkün variantı varsa biz onları saymalıyıq. 3-dən 4-ə gedə bilməyəcəyi üçün biz onda Fibonacci ilə mən düzüm, sonra orada toplaya gedim, almayacaq. Çünki 4-cü pilləkən yoxdur. Onda mən 1-dən 10-a düzməyim məntiqli deyil. Bura kimi yazmalıyam. Sonra 3-dən 5-ə tullanacaq. 2 pillə qalxmır. 3-dən 5-ə tullanaraq, 2 addım ataraq, yəni tullanmaq deyəndə 2 addım ataraq sadəcə bir variant var da. 3-dən 5-ə getməyin neçə yolu var? Bir yolu var. Çünki 4-cü pilləkən olsaydı addım-addım gedərdi. Bir variantda gedəcək 5-ə. Onda arada bir dənə belə bir şey olacaq. 1-dən 3-ə kimi ilk 3 pillənin çıxmağı mümkün variantlarına baxaq. Bizə nəyi soruşur? 10-cu pilləyə çatmağın neçə variantı var? Yəni bir-bir soruşmur, hamısını dənə-dənə istəmir. 10-cunu istəyir. Ona görə biz bura kimi 10-a gəlmək üçün hamısını çıxmalıyıq da bütün pilləkənlərin. Biz 3-cü pilləyə kimi neçə variant varsa sayacağıq. Sonra 5-dən 10-a gedənə kimi neçə variant varsa sayacağıq. Sonra onları vuracağıq bir-birinə. Çünki bütün versiyaları tapmaq üçün. Gəlin başlayaq. Deməli, ya 1-1 qalxır, ya 2-2. Onda ilk pilləyə qalxmağın bir yolu var. Bir addım atdı, qalxdı. İkinci pilləyə qalxmaq üçün 1-2, ya da ki, birbaşa 2. Üçüncü pilləyə qalxmaq üçün 1, 2, 3, ya da ki, 1 qalxar, sonra 2 qalxar, 3, ya da ki, 2 qalxar, sonra 1 qalxar, 3. Deməli, indi bizə nə lazımdır? Biz gördük ki, 3-cü pilləkənə qalxmağın 3 dənə versiyası var. İndi nəyə görə 3-dən yapışırıq? Çünki bu adam 3-dən 5-ə gedəcək. Ona görə mən bunları indi qatmayacağım məsələyə. Sadəcə burada deyəcəm ki, 3-cü pilləkənə gəlməyin 3-ə gəlməlidir mütləq. Mütləq 3-ə gəlməlidir. Sonra oradan mütləq 5-ə getməlidir. Sonra da oradan tamamlamalıdır. 3-cü pilləkənə gəlməyin 3 dənə yolu oldu. Bir dənə bunu yadda saxlayaq. 3 dənə yolu oldu. İndi burada 5-ci pilləkəndən indi davam edirik. Məsələn, 5-ci pilləkəndən davam edirik. Düşünək ki, indi adam artıq 3-dən 5-ə dedi ki, bir variantda gəlmək olur da. Adam artıq 5-dədir. İndi 5-dən davam etməliyim. İndi mən burada götürüm, məsələn, yazım ki, məsələn, 5-dən 10-a necə getmək olur? 5, 6, 7, 8, 1, 1. Sonra, məsələn, 5, 6, 7, 8, 2 addım atar 10. Və yaxud da ki, 5, 6, 7, 7-dən 9-a. Bunu düzə bilərəm. Amma orada gözümüzdən qaça bilər. Hansısa, yəni, əski yaza bilərik də, yəni nəyisə qarışdıra bilərik. Bunun yolu budur ki, istəyən elə də eləyə bilər. Əgər çaşmayacağını bilirsə, elə də eləyə bilər. Amma bunun yolu budur ki, biz onda düşünək ki, bura kimi gəldik, burada zəncir qırıldı. Artıq adam 5-ci pilləkənin üstündədir. Sanki düşünək ki, başdan başlamışıq. Deməli, hal-hazırda 5-də isə 5-i onda döşəmə kimi düşünək. Gəlmişik 5-in üstünə. 5-i döşəmə kimi düşünək. 5-ə onsuz gəlmək məcburidir. İndi 5-dən 6-ya, 6-dan 7-yə bunları düzürəm 1, 2, 3, 4, 5. Bunları şey kimi düşündü. Artıq bu pilləkənlərin nömrələrini dəyişdim. 5-ci pilləkənə gəlməyin neçə yolu var? İndi Fibonacci ilə əslində mən bunu əzbər düzə bilərəm. Baxın, bura gəlməyin, ilk pilləyə gəlməyin bir dənə yolu var idi də, bayaq yazırdıq. İkinci pilləyə gəlməyin 1, 2. Elə buradan da götürə bilərik. Eyni şeyləri yazıram əslində. Üçüncü pilləyə gəlməyin yolu 1, 2, 3, 1, 3, 2, 3. Dördüncü pilləyə gəlməyin yolu 1, 2, 3, 4, 1, 2, 4. Deməli, 1, 3, 4, 2, 4. Başqa nə qaldı? Deməli, 1, 2, 4, 1, 2, 3, 4, 1, 2, 4, 1, 3, 4, 2, 4, 2, 3, 4. Bunu yazmamışam. 2, 3, 4. 5 dənə. Amma bu yenə deyirəm də, Fibonacci ilə bunu tapa bilərəm. Çünki 1 pillə, 2 pillə demir. Elə əsas bizim tanıdığımız, ən rahat bildiyimiz Fibonacci versiyasıdır. Yəni, 2 ədədin cəminin 3-cünü verməsi. Deməli, ilk 3 pilləyə qalxmağın 3 yolu oldu. Bunları da ki, saysaq.
bir dənə yol. Da burada təzədən yazmıram, elə burada göstərirəm. Variantlar. Variantlar. Bir dənə, 2 dənə, 3 dənə, 3 dənə. Sonra bunu saydıq 5 dənə. Saymamıza ehtiyac yoxdur onsuz. 2 üstə gəl 3 edir 5. Sadəcə göstərmək istədim. Onda 10-cu pilləyə gələndə də 3 üstə gəl 5 8. Burada artıq nə edirik biz? Bizə deyir ki, 10-cu pilləyə çatın. Biz gördük ki, ona kimi gələndə 8 dənə variant var. 10-cu pilləyə gəlməyin 8 variantı var. Sonra 3-cü pilləyə gəlməyin 3 variantı var. 3-dən 5-ə keçməyin neçə variantı var? 3-dən 5-ə keçməyin bir dənə variantı var. 4-cü pilləkən qırıq olduğu üçün o 2 pillə birdən qalxmalıdır. Yəni bir dənə variant var. Deməli 3 variant, 1 variant, 8 variant. Bunlar vurulacaq bir-birinə. 3 vur, 1 vur, 8 eləyəcək 24. Cavab olacaq A variant. Bunlar nəyə görə bir-birinə vurulur? Çünki biz məsələn pilləkəni o adam 3-cü pilləkənə kimi bu versiya ilə gələr. 2, 3. Sonra gedər məsələn 10-cu pilləkən üçün deyək ki, o bayaq yazırdım 5, 6, 7, 9, 10. Onlardan birini seçər. Sonra 5, 6, 7, 8, 10 məsələn. Bunu seçər. Sonra o birini seçər. Yəni 8 dənə versiya burada oldu. 3 dənə də burada. İstəsə bunlardan hər birini seçər. Bu ehtimal mövzusuna bənzəyir də biraz. İstəsə bunlardan birincini seçər, oradan birincini seçər. Hər biri üçün burada 8 dənə versiya yaranacaq. 3 vurulsun 8, 24. Yəni qısası budur ki, biz 3-ə mütləq gəlməli idik. 3-ün üzərində 3 variant vardı, yazdım. 3-dən 5-ə keçməyin 1 variantı vardı, yazdım. 10-a gəlməyin də 8 variantı vardı. Fibonacci ilə tapdım. 3 vur 1 vur 8 oldu 24.